Əlbəttə ki, hər şey təsir eləyir. İndi inkişaf gedir. Düzdür, o da farmakoloji bizneslə yaxud bu süni intellektlə kimi deyil sürətli. Amma bütün işlər gedir daha az invaziv bir əməliyyatlara. Yəni ki, kəsiklər balaca olmalıdır. Böyük bir kəsiklər olanda öz problemləri gəlib çıxardır. Xəstə əslində ancaq dərini görür. Amma dərinin altında əsas strukturlar dərinin altındadır. Və əməliyyat eləyəndə gərək onları nə qədər az zədələsən, o qədər də yaxşıdır. Nə üçün? Çünki biz bir əməliyyatla, bilirsiniz, 30, 40, 50 yaşda hər şey eləyəcəksiniz, amma yaşlaşma davam edir axı. 10 ildən sonra, 5 ildən sonra, 7 ildən sonra nəsə bir başqa bir əməliyyat lazım oldu və dəri altı strukturlar nə qədər incədirsə, yəni ki, nə qədər zədələnməyibsə əvvəlki əməliyyatla o qədər də yaxşıdır. O qədər problem az olur. Çox vaxtı olur ki, yenidən əməliyyat edirik, xəstə hardasa əməliyyat olunub və dərinin altına açırsan, baxırsan ki, hər şey bir-birinə bitişib, çapıq içindədir, bu da öz problemləri yaradır. Nəinki ancaq kosmetoloji cəhətdən, hətta tip cəhətindən. Çünki orqanlar, bilirsiniz, bir var statik orqan yerində dayanıb. Elə var orqanlar hərəkət edir. Tam ki, burun yerində dayanıb, hərəkət eləmir. Amma göz qapağı o gündə neçə dəfə açılıb bağlanır. Siz yuxarı baxanda göz qapağı öz yerini dəyişir, aşağı baxanda göz qapının öz yerini dəyişir. Bunu saxlamaq üçün o anatomik strukturlara nə qədər az zədə gətirsəz, o qədər də yaxşıdır. Fərqlənir, bəli, böyük bir fərq var. Yəni ki, kişi blefaroplastikası əslində qadın blefaroplastikasından daha çətindir. Nəyə görə? Çünki kişinin xanım kimi əməliyyat eləsən, olacaq xanım. Yəni ki, baxışı xanım baxışı olacaq, çox dəyişəcək. O da çox vacibdir. Onun üçün əməliyyat olunanda gərək elə bir əməliyyat olunsun ki, baxışı dəyişməsin. Bu insan cavanlaşsın, artıq dəri getsin. Amma baxışı dəyişməli deyil. Baxışı dəyişəndə artıq problemin əmələ gəlir və xəstə deyir ki, mən yaxşı deyil, dəri yoxdur, amma mən elə belə özümə baxmıram. Onun üçün onu nəzərə almaq lazımdır əlbəttə ki. Əlbəttə ki, olur. Çox vaxt eləmək olur onu. Düzdür, hər şey asılıdır əvvəlki əməliyyat nə qədər aqressiv olub. Amma əksər hallarda tam ki, göz qapağı açılır, düşür belə. Onları düzəltmək çox vaxtı olur. Sadəcə bir qrup insanlar var ki, biz yəni ki, əməliyyatı idarə edirik. Əməliyyatdan sonraki moment nə vaxt ki, insan bərpası gedir, dərinin bərpası gedir. Bəzi insanlar var ki, onların bərpası elə sürətlə gedir, yəni ki, negativ tərəfə. Bu insanları yenə də əməliyyat eləsən, eyni orqanizmi, yenidən eyni şey baş verə bilər. Həkim baxanda məsləhət görə bilərsə, deyə bilər ki, məsləhətdir, məsləhət deyil, uğurluq ehtimalı nə qədərdir. Amma əlbəttə ki, kimdəsə uğursuz əməliyyatsa evdə oturub gözləməkdən dəyməz. Gəlin okuloplastikın yanına baxsın, sizə məsləhətini görsün.